Allah kimisə sevsə, ona hədiyyə vermək istəyir, Hüseyn məhəbbətini qəlbinə atar və onun ziyarətini sevməyə başlayar. Əslində, bu özü bir dənə Allahla ünsiyyətin vasitələrindən biri. Hərdən görürük ki, hərdən düşünürük, görürsən Allahla məvcud necədir? Qəlbə diqqət elə sövmücüsə necədir? Ünsiyyətin açarı qəlbdə. Bax gör qəlbində Allah vəlisinə eşq var, məhəbbət var. Bil ki, Allah sənə ünsiyyət qurur artıq. Hərdən olur, bir görürsən, adam oturduğu yerdə bu an istəyir Kərbalada olsun. Bilmirsən, nə hisdir, hardan gəldi. Amma biz bunu bilirik ki, nəticə səbəbsiz deyil. Nəticə varsa mütləq səbəb var. Qəlbində sevgi varsa, sevgini yaradan səbəb var. Bəzən insanın qəlbində Həzrət Zəhraya qarşı xüsusi məhəbbət yaranır, ya artır. Birdən-birə görürsən, oturduğun bir yerdə, birdən-birə kimsə bir yadıma salır o şəxsiyyəti. Gözün dolur, için ağlayır. İzah diləyəmirsən bəzən bəzi mövzuları insanlara da, ətrafında olanlara da.